Selamun aleyküm. Mən yüksək təzyiqdən və şəkər xəstəliyindən əziyyət çəkən bir insanım. Artıq bu mənim 10 ilimi aparıb və qorxu və həyəcan, stres buna görə də Alman doktorlar mənə şizofreniya xəstəliyi təyin etdilər və bu mənim 10 ilimi apardı. Ama artık YouTube'da videolar çektim, TikTok'ta videolar çektim. Sanki ben biraz özümü insanlara lazım olmuş kimi, özümü değeri bildim ve bu değer beni sanki bu xəstəliyin zəngindən biraz kurtulmuş kimi yani özümü hiss edirəm. Çox xahiş edirəm, eğer mümkündürsə, mənim videolarımı bəyənin ki, mən həyatda qalmaq üçün başqa mənə heç bir şey lazım deyil. Amma bu həyatda qalım, yaşayım. Yəni bu stres, bu həyəcan, burada qurtulsam bəlkə yaşama şansım da daha çox olar.